Süleyman bin Abdullah rahimehullah Teysirul Azizul Hamid Kitab-ı Tevhid'in şərhində, babası Muhammed bin Abdülvahhab'ın Tevhid kitabının şərhində deyir ki: İ'lem ennel ulema ecma'u ala enne men sarafa şey'en mined-dua li gayrillah fehu müşrik. Bil ki, alimlər icma etmişdir ki, kim duadan hər hansı bir duanı Allahdan qeyrisinə sərf edər, yəni başqasına dua edər, fehu müşrik, həmən kəs müşrikdir. Və lev qale la ilahe illallah Muhammedun Rasulullah və saime və sallə, həmən kəs həmən Allahdan başqasına etdiyi şirk dua ilə bərabər la ilahe illallah desə də belə, Muhammedən Rasulullah desə də belə, namaz da qılsa, oruc da tutsa, İz şartul İslam mə tələffüz bi şəhadətin ən la yu'bədə illallah. La ilahe illallah tələffüz etməklə bərabər, onun tələffüz etməyin şərti Allahdan başqasına ibadət etməməkdir. Fəmən ətə bi şəhadətin, kim iki şəhadəti gətirər, və əbədə qeyrəllah, sonra da Allahdan başqasına ibadət edər. Fəmə ətə bihimə həqiqətən, əslində heç o iki şəhadəti gətirməmiş sayılır. Fə innə tələffuz bihimə kəl-yəhud əlləzinə yəqulunə la ilahe illallah və hum müşrikun. Belə adam eyni yahudilər kimidir, la ilahe illallah deyirlər, həm də müşrikdirlər. Və mücərrəd tələffuz la yəkfi fil İslam. Mücərrəd tələffüz İslam üçün kifayət deyil. Bidunil əməl bimə'nəhumə və i'tiqaduhu icma'an. İkisinin mənasına əməl etmək, nədir mənası? Şirki tərk etmək, Allah ibadətə birləmək və buna etiqad etmək və bunda icma vardır.